Sükut. O, sükutu bizim isteğimiz olmadan pozur. Məhz bizim üçün pozur. Bu çağırış insan üçündür. Biz çağırışçının kim olduğunu bilmirik. Yalnız səsini eşidə bilərik. Dəstəyi qaldıran zaman. Biz alo deyərkən artıq qarşı tərəfi eşitdiyimizi bildiririk. Və bununla tərəflər arasında diyaloq başlayır. Lakin bəzən elə hallar baş verir ki, bizim alo kəlməmiz cavabsız qalır. Və biz dəstəyi asmaq məcburiyyətində qalırıq. Amma çağırış ara vermir. Və qarşı tərəf bizim üçün mistik anlam daşımağa başlayır. Bu mistikanı yaşamış Bakı sakini Rafiz Məmmədov bizə müraciət eləyəndə danışdığı hadisə onun özündən çox bizi həyəcana gətirmişdi. Və biz onun başına gələn hadisəni ekstrasenslər qarşısına çıxarmaq qərarına gəldik. Daha doğrusu ekstra hisslərə məhz Rafizin hələ də unuda bilmədiyi həmin telefon aparatını təqdim edirik. Hadisə haqqında isə Rafizin özündən eşidək. 2 il bundan qabaq, fevral ayının 21-i, indiki kimi yadımdadır. O, həmin hadisə heç vaxt mənim yadımdan çıxmır və indi ondan danışanda həyəcanlanıram biraz. Gecə saat 12 olardı. Dostumla bir iş barəsində söhbət elədik. Onun üçün sabahları gedib onu həll eləməliydik. O iş həyata keçməliydi. Saat 12-də dostumla danışdım. Ondan sonra sağollaşdıq, mən yatdım. Təxminən gecə yarı belə mənə zəng gəldi ev telefonuna. Götürdüm. Alo, alo. Heç kəs səs vermir. Təzədən bir də yatdım. Təzədə yuxuya getmişdim, yenə zəng gəldi. Nəsə belə boğunuq bir səslərlə, elə bir ki, nəsə belə qeyri-adi səs. Bunu eşitdim, deyirəm sən kimsən? Nəsə mən heç nə demədi, alkohol verdi. Yenə təzədəndən bir də yığdı məni. Dedim sən nə istəyirsən də, məndən nə istəyirsən, de görüm sən kimsən? Dedi ki, mən Allah tərəfindən göndərilmiş mələyəm. Mən dedim, yəqin mən yuxu görürəm. Mən həmişə eşitmişdim ki, insanın canın gəlir mələk alır da. Dedim, yəqin mən ölürəm, mən gəlib canımı almağa. Mənə dedi ki, sən heç səndən qorxma, sən sabahları bir iş dalınca gedəcəksən. Və o iş alınmayacaq da, onun üçün getməsən, o alınmayacaq. Mən buna inanmadım. Deyirəm, adın nədir, kimsən sən, nəçi? Heç nə demir mən, heç bilinmir bu qadındır ya kişidir. Sabah getdim yenə dostumla, iş alınasaydı, həmin günü alınmadı, dedilər sabah gəlir. Sabahsı gün getdim, yenə alınmadı. Elə oldu ki, iş tamamilə başqa cür oldu da, yəni alınmadı bu iş. Daha da mənə belə uğursuzluq gətirdi, o işə başlamağım daha da mənə uğursuzluq gətirdi. Gecə yenə həminki vaxtı yatmışdım, yenə zəng gəldi mənə. Mən götdüm, dedi ki, həmin insanam, sənə dedim axı getmə. Hər həftə 4-cü gün axşamlar mənə bu zənglər gəlirdi, həmin insandan zəng gəlirdi. Həmin insandan, həmin səslə, belə qadın səsinə oxşar, belə, nə qadın səsi də demək olmazdı ona, çox belə yoğun səslərlə, zaddan belə, başqa cür danışırdı. Mən hələ heylə səs eşitməmişdim. İkinci zəngdə bir balaca qadın səsinə oxşurdu, ancaq çox belə yoğun səslə. Yenə heç nə demədi mənə, dedi ki, bəs sən, mən qoruyacam, sən narahat olma, sən bilirəm qorxursan. İnanmadım mən buna. Yenə hər həftə 4-cü gün axşamlar bu zənglər mənə gəlməkdə davam elədi. Mən telefon qurşağına müraciət elədim. Mən o zəngləri çıxartdım. Çox maraqlıdır ki, həmin zəng orada olmadı. Bunu heç kəsə danışmıram. Elə bir ki, içimdə qorxu deyilən bir şey var. Sonradan həmin zəng bir də mənə gəldi. Təqribən bir ay belə gəlməkdə davam elədi. Mən dedim ki, çox güman ki, mən yuxu görürəm da belə. Maraqlısı odur ki, bu zəng eyni bir vaxtda gəlir. Həmişə mən sonradan təyin elədim ki, özümdə. Saata baxdım ki, bu zəng hardasa 3-ə 5 dəqiqə qalmış, 3 tamamda bu zəng gəlir mənə. Dediyini elədim və gördüm ki, həqiqətən bu dediyini elədim, işim uğurlu oldu belə. Sonradan da zənglər gəlmir, ancaq
yenə də mən qorxu, elə bir ki, içimdə nəsə bir belə qorxu var. Nə dərəcədə indi onu mən deyə bilmirəm. İndi bu dəqiqə ondan danışdım, bədənim əsir. İndi daha şükür Allaha ki, hələ mənə zəng gəlməyir. Belə bir, hələ bir axır vaxtlar elə bir qorxulu hadisə hələ ki rastlaşmamışam.